Yeni il ərəfəsində hamımız uşaqlıq xatirələrinə qayıdırıq. Bir vaxtlar məktub yazıb Şaxtabova ilə arzularımızı bölüşərdik. Bəs indi Şaxtabova real olsaydı ondan nələr istəyərdik? Gəlin şəhər sakinlərinin fikrini birlikdə öyrənək. Şaxtabova real olsaydı ondan nə istəyərdiniz? Arzunuz nədir? En büyük arzum pensiyon almak. Pensiya almaq istəyərdim. Vallahi iPhone istəyərdim belə. Şaxtabova real olsaydı ondan nə istəyərdiniz? Şaxtabovadan qırmızı atistat. Necəsən? Yaxşıyam. Sənin adın nədir? Safiya. Şaxtabovada nə istəyərdin? Arzun nə olardı? Pişi istəyirəm hər gecə. Başqa nə istəyirsən? Poniylə belə şey var onun. Ondan istəyirəm düzəlsən uçur da poni. Yaxşı, biz sənin arzularını Şaxtabovaya çatdırarıq, yaxşı? Yaxşı. 2 dənə hediyəm var. Onu da evimə aparıram. Da gözəl. Kim veribsən o hədiyyələri? Şaxtabova. Universitetdən əla qiymətlər almaq, qırmızı atistat almaq. Böyle şey. Bəs siz? Mən bilmirəm. Şaxtabova real olsaydı ondan nə istəyərdin? Arzun nə olardı Şaxtabovadan? Kitab, Kitab istəyərdin. Nə kitabları? nağıl kitabları. Zəhmət olmasa məni öz qizəyi ilə Laplandiyaya aparıb oralarda gəzdirsin. Amma ən önəmli nə demək istəyirəm? Hamımızın uğurlarımızın, xəyallarımızın atarı bizdədir. Tək ki hər kəs öz uğurunun arxasıca getsin və öz xəyallarını özü gerçəkləşdirsin. Mən isə Şaxtabova real olsaydı ondan Azərbaycan xalqı üçün can sağlığı, sülh və əmin-amanlıq şəraitində yaşamalarını arzu edərdim. Çünki sağlam və təhlükəsiz cəmiyyətdə insanlar arzularını daha rahat qura və gələcəyə daha inamla baxa bilirlər.